Həmid, nə danışırsan? Nə ayrılıq? Kimsə mənə başa salacaq, nə baş verir? Nə ayrılıqdır belə? Birazdan gedib polisə təslim olacağım. Necə yəni polisə təslim olacağım? Bu nə deməkdir? Dünən gecə adam öldürmüşəm. Əhməd, nə danışır Həmid? Kimi öldürüb? Nəyə görə? Səbinə, Həmid, hardan bildin ki, mən sənin haqqında düşünürəm? necəsən Həmid? Bu nə dalğınlıqdır, bu nə fikirli surətdir. Görürsən Həmid necə fikirlidir, necə pərişandır. Nə olub sənə Həmid? Əminə ilə məndə heç nə olmadı Səbinə. Mən onu sevirəm. Amma nədənsə indi səni düşünürəm. Kaş məni düşünəydin Həmid. Kaş bu dalğınlıq mənə görə olaydı. Mən sənin dərdini əlac olardım. Səni fikirdən qurtarardım. Mən gedirəm Səbinə. Qayıdıb qayıtmayacağım məlum deyil. Sən məni qoyub gedən gündən bəri bir anda olsun səni unutmadım Həmid. Senin o dostun var ha. Adam öldürür. Həmid? Adam öldürüb? Adam öldürüb da. Rədd ol mənim evimdən. Rədd ol. Oğlumu sən bədbəxt elədin sən. Rədd ol. Mələk xala. Ay Mələk xala, bir sakit ol, nə olur? Bundan artıq nə olacaq Əhməd, nə olacaq? Dağıtdı mənim evimi, indi qoy gedib öz evlərini dağıtsın. Ne istiyorsan xayım ama bu kızdan? Nə istəyəcəm bala, nə istəyəcəm? O bu evdə qalmayacaq. O gələn gündən bəla dalıca gəlir. Mən onu bu evdə istəmirəm. Sənin kimisə qoruduğun aydındır. İntuisiyam, təcrübə mənə deyir ki, sən hansısa bir naməlum şəxsi qoruyursan. Nə o qoruduğun naməlum şəxssə, qadındır. Bax, sən onu niyə qoruyursan? Biz onu aşkar eləyəcəyik. Mən heç kimi qorumuram. Yalan deyirsən. Yalan deyirsən. Rəşad öldürülməzdən bir neçə saat əvvəl cinsi əlaqədə olub. Sən evlisən. Bu mətləbə nə dəxli var? Evlisən ya yox? Yox. Necə bunu da araşdırmamısınız? Özü çox dağılı göstərmə. Onsuz da yeri yoxdur. Biz hər şeyi araşdırmışıq, yoxlamışıq və həqiqət mütləq müəyyən olunacaq. Mütləq. Hələ bu harasıdır. Hələ mən sizin başınıza çox oyun arışacağım da ya.
Həmid, Dayanmaq olmaz, cəzə yoxdur. qardaşım bircə dəqiqə. Neynirsən? Amma nə fərqdir? Əminə neyinir? Mama da yaxşıdır, Əminə də evdədir. Sən özündən xəbər ver. Yəqin 2 sutkadan çox səni saxlamayacaqlar burada. Mən indi müstəntiqlə görüşüm, gedib sənə pal-paltar gətirəcəm. Başqa bir şey istəyirsən, yemək, su. Yox, sağ ol. Evdəkilərdən müğayət. Arxayın olsan, onlara fikirləşmə. Kifayət, gedək. Buyurun doktor. Zəhmət olmasa xəstəni çox yormayın. Reanimasiyadan çıxmaq demək hər şey yaxşı demək deyil. Güclü xəsarətlər alıb. Bədəni sağlam olmayaydı, vəziyyəti daha da qorxu ola bilərdi. Vəziyyəti haqqında sizə yazılı olaraq hər şey veriləcək. Hə, doktor, narahat olmayın. Çox yormayacağım sizin xəstəni. Siz mənim deyin görün, yaxınlarından yanına gələn olub? Özü bir telefon verib, ona zəng vurub demişik. Yaxınlar indi birazdan burada olanlar. Buyurun, mən sizə mane olmayayım. Çox sağ olun. Bir daha xahiş edirəm, xəstəni çox yormayın. Buyurun. Özünü necə hiss edirsən, cavan oğlan? Hə? Möhkəm ol. Həkimlər deyir ki, sağalacaqsan. İndi sənə bir neçə sual verəcəyim. Çalış, çəkinmədən, həyəcanlanmadan, asta-asta cavab ver. Oldu? Bax belə. Nərminə, aç qapını. Azaş deyirəm sənə. Sən indi oradan çıxmayacaqsan da. Axmağın beləsi axmaq. Mən səni atoğun yanında zirzibillərini örtbastır eləyirəm ona görə ki, sən gedib bic doğasan. Aç deyirəm. Ay qız. Nərminə, bu qapını açmasan indi sındıracam buranı. Sonra səni saçından tutub sürüyəcəm. Onsuz da deyəcəksən mənə kimdən də o uşaq. Sizin başınıza bir oynatacağım ki, indi o uğraş səni almasın. Görsən mən başıma ne oynatıram. Aç qapını. Yaxşı, ne olar? Kül olsun mənim başıma. Görək, mən ona nalaq eləyirəm. Mənim qızım gör mənim başıma ne oynatır. İtin balası. Eşitmirsən? Ha? Yaxşı, yaxşı Nərminə. İt kızı, yaxşı. Alo, eşitdin Kənan? Sən mənim mamamı tanımırsan. Nə deyirsə hamısını eləyəcək. Evlənməliyik. Başqa çarə yoxdur Kənan. Sən başa düşmürsən? Aləmə qatacaq bir-birinə. Nə? Rəşadın ölümünün bura nə dəxli var? Kənan, mən də pis olmuşam, bilirəm. Amma neynəməliyik? Biz evlənməsək o bəyəm diriləcək? Yoxsa sənə vəsiyyət eləyib ki, evlənməyəsən? Kənan, mən bilmirəm. Mən bilmirəm. Özün bilərsən. Öz zibilində özündə təmizlə, bildin? Necə yəni? Necə yəni evlənməyə fikrim yoxdur? Kənan, səni bilirsən nə eləyərəm mən? Alo, Kənan. Alo. Dünya xarab olub gedib. Adamın gerek çöreği dizüstü olmasın. Adam
su içtiği kuyuya, yemek yediği kaba tüpürülmez. Özü de benim kabıma. Sen ne diyorsun? Buna Zamin Duran? Bəli, şef. Mən bunu adam bilmişdim. Neyse. Aha. Salıyorum. Neyse. Biz adam değil. Bandit mi? Bunu da çıkarsın. Ne eksin olsun. Görmüşsün uşaq yazıq, rəngi saralı. Ağıllı oğlandı. Her şeyi düşünür. Her şeyi götür koy edir. Çok bilir. Atasını da, anasını da, bacısını da düşünür. İçerideki kardeşi hakkında fikirleşir. He Cemal? Özü diyecek çantardadır. Ne var burada? Şimdi cavandı. Səhv eləyim də. İddialı olub. Oturduğu yerde birdən-bir istəyib varlatsın. Yaxşı cəhətdir, xoşum gəlir. Ona görə bağışlayıram ona. Hə Cemal? Canım gözüm. Çanta hardadır? Hə? Sənin tikələri belə eləyib. İçalat qarışıq bağda it dərmək istirəcək. Sənin atavı da, anavı da, bacını da. Ayaqlarından astıracağım. İçeride kardeşim var ha. Yüzden Irak. Ben onu içeride yüzden Irak elektriğim. Çanta hardadır. Çanta hardadır. Gözüme bak çantanın yerinde. Demene çantanın yerine. Özün gördün Əhməd. Necə idi? Heç nə olsun bir gün keçib. Hə. Müstəntiq nə dedi? Şu özün gəlib çıxırsan ki. Yaxşı. Yaxşı, yaxşı, gəl gözləyirik səni. Ne dedi ay kız? Heç, dedi yaxşıdır. Yaxşı deyildi. Bəs Əhməd deyirdi qoymurlar hələ onunla görüşməyə. Ayma, təsadüfən görüb. Əhməd müstəntiqin yanına gedəndə dəhlizdə Həmidi görüb. Dəhlizdə nə gəzirmiş? Bibisi ölsün. Nə bilim bibi. Can balı. Yəqin o da müstəntiqin yanındaydı da. Yaxşı, sonra nə dedi? Bilmirəm amma. İndi gələr özündən soruşarız.
Niyə burada oturmuşsan? Bura daha yaxşıdır. Görkən nənəcinin yanına gedək, arada ayaq gedək. Ora böyüdü, bura balaca. Daydan pöncəydi. Hə. Daydan pöncəydi. Günün əsas xəbər buraxılışı ilə qarşınızdayıq. Buraxılışımıza günün əsas xəbəri ilə başlayırıq. Riqada yaşayan Azərbaycanlı iş adamı Həmid Cavadov həbs olunub. Belə ki, Həmid Cavadov polis idarəsinə gələrək bir nəfəri qətlə yetirdiyini bildirib. O, mərhumu odlu silahla öldürdüyünü iddia edib. Qədərədə verdiyimiz qətl xəbəri ilə bağlı təfərrüatlar məlum olub. Belə ki, öldürülən şəxsin Bakı şəhər polis idarələrindən birinin rəisinin oğlu olduğu bildirilir. İstintaqın ilkin versiyasına görə qətl zamanı hadisə yerində ən azı 5 nəfər olub. Hal-hazırda istintaq bir neçə versiya üstündə aparılır. Bunlardan biri də qətlin mərhumun atasının peşəkar fəaliyyəti ilə bağlı olub-olmadığı yönündədir. Əhməd, müstəntiqin axır sözü nə oldu? Axır söz deyəndə ki, müstəntiq neynəsin? Həmid qeyb deyib ki, adam öldürmüşəm. Filan ünvanda, filan vaxt. İstintaq müəyyən eləyib ki, 5 nəfər olub otaqda. Həmid deyir, yox, 2 nəfər olmuşuq. Mən də vurub öldürmüşəm. Bəs onda o ikincisi kim imiş? Hə, doğrudan. Ölən kimdir? Belə dəqiq bilmirəm, amma eşitdim ki, atası orqanda işləyir. Hər hansı rəisinin oğludur. Əhməd, Həmidin rəisin oğlu ilə nə iş ola bilər? Vallahi orasını bilmirəm mən. Məhəmməd ana? Əminənin yanında, yuxarıda oynayır. Çıx bir çağır da onu. Əminəyə də bax. Mələk xala. Sənə qədər olmasa da o qızın da canı yanır da. İndi o ilə prinsip aparmağın nə xeyri var? Əhməd, bax sənin xətrini çox istəyirəm. Amma o qızın tərəfini saxlayanda əsəbləşirəm. O qız yıxmadı bizim evimizi. Bax, inciyərəm ha səndən. Əcəb eləyərsən. Amma indi Həmidin işi daha vacibdir. Düz deyir ay Mələk. Əhməd düz deyir. İndi heç o söhbətlərin yeridir. Həmidin işi bu söhbətlərdən daha vacibdir. Yaxşı, yaxşı sən Allah. Sizdən sonra danışaram. Hamınız elə o ifritənin tərəfini saxlayırsınız. Məhəmməd yuxulayıb yuxarıda. Əhməd, bir buna bax. Bu nədir ay gülüm? Həmid təzəlikcə bankdan 50.000 pul çıxardıb. Nə qədər? 50.000. Bu qədər pulu nəyə xərcləyib? Ay Mələk, belə pulu çıxardanda sənə deməyib? Mənim nədən xəbərim var ki, bundan da xəbərim olsun? Burada nə var ki? Həmid iş adamı da yəqin lazım olub çıxarıb da. Əhməd, bəlkə elə bu pulun o Həmidin işləri ilə bir əlaqəsi var. Yox, inanmıram. Belə bir əlaqə görənmirəm arasında. Onda o qızın işidir. Yaxşı da ay mama. O qızın bura nə dəxli var? Necə nə dəxli var? Yəqin qız istəyib, o da ona görə pulu çıxardıb. Ay mama, yaxşı da yaxşı. Bəsdir də ay Mələk.
Əminə yer belə pulu neyniyir axı? Yenə desəydin anasına, atasına lazımdır. Deyərdim, hə, sən deyəndin. Doğrudan Aygülü. Yadındadır Suğranı qızıl dükanında gördük. Elə dəqiq onlar üçün o pulu çıxardıb, hə? Onlara verib. Suğranın mən pulu var qırqızıl almağa. Ay Mələk xala. Başı buradan. Olub bunlar artıq. Elə olsa da artıq keçib. Mən indi əmidə yemək aparmalıyam, pal-paltar aparmalıyam. Siz onları hazırlayın. İndi gelirsən. Biz bunu bayaqdan deyərdin, hazırlayardıq da. Mən də istəyirəm getmək. Yox. Oraya heç kimi buraxmırlar, icazə yoxdur. Yeməyi, pal-paltarı polisə verib qayıdacağım. Sən bebiylə yeməyi hazırla. Sən də çıx, Əminə ilə pal-paltarı yığın. Amma çox yox, biraz. Gedək, Gəl ay. gəl. Nə yaxşı. Yavaş-yavaş gəzirsiniz. Yoldaşınız da gördüm bayaq. Özü gəzirdi. Maşallah sağalırsınız. Görək inşallah. Deyirəm, sizin bəxtiniz gətirdi. Həm yaxşı həkimlərin əlinə düşdünüz. Həm də pulunuzu hökumət ödədi. Sağ olsunlar. Deyirəm, bəyəm hər şey pulla düzəlir. O deyib, bayaq baxıram xəbərlərdə. Varlı bir iş adamı Riqadan gəlib, milyoner. Burada birini öldürüb, sonra da gedib təslim olub. Deyirəm, bilirmiş də, onu tutacaqlar, hə, onun üçün gedib. Yoxsa görəlilikdən getməyib ki? Adı da nə idi? Həmid. Həmid, yazıq. Yaxşı, Allah şəfa versin, mən gedim, sağ ol. Həmid də əldə yaxdı getsə, hər şey qalacaqsın. Qətli boynuna alan sənsən? Mənəm. Sənə cəmi bir sualım var. Niyə? Mən sizin acığınızı başa düşürəm. Amma səbəb elə böyük idi ki, məcbur qaldım. Lakin səbəbi deməyəcəm. Orada başqa adamlar da olub. Bəlkə kimisə gizləyirsən. Mən vurmuşam. Hər şey qanunla olacaq. Buna əmin ola bilərsən. Amma sənin mənim yeganə oğlumu o dediyim böyük səbəb olmadan qətlə yetirdiyin aydın olsa, onda mən səninlə polis rəisi kimi yox, bir ata kimi danışacağım. Onda heç bir qanun olmayacaq. Onda mən sənin qanını içəcəyəm. Bax, bunu unutma.
Qanun qarşısında cavab verməyə həmişə hazır. Ona görə də özüm gəlib təslim oldum. Amma bir ata kimi mənə bağışlayın. Əminə, qızım bu nə bəladır başımıza gəlib? Kimi vurub Həmid? Niyə vurub? Ay qız, niyə danışmırsan? Təksən evdə? Hani evdəkilər? Getdilər. Hara? Həmidin yanına getdilər. Sən niyə getmədin? Ma keç danışarıq. Yaxşı. Bağışlayın, Gündüz Ələkbəri hansı palatadadır? Bir dəqiqə. Gündüz Ələkbərli. 505-ci palatada, bu tərəfdən. Sağ olun. Bağışlayın, siz onun nəyisiz? Dostuyam, niyə soruşsunuz ki? Nə yaxşı, deyirəm, heç olmasa dostu gəlib ona baş çəkməyə. Niyə? Qohumları gəlmir yanına? Bacı qardaşı əməliyyat günü gəlmişdilər. Bəs sağ olun. Bəs həyat yoldaşı? Elə həyat yoldaşı verib də ona öz böyrəyini. Həyat yoldaşı? Hə, yoxsa vəziyyəti çox ağır idi. Eyni palatda yatırlar. Həkim də deyir ki, əməliyyat çox uğurlu keçib. Buyurun, keçin. Siz onun nəyisiz? Dostuyam. Bəs həyat yoldaşı? Elə həyat yoldaşı verib də ona öz böyrəyini. Vəziyyət çox pis idi. Elə ikisi eyni palatadalar. Ülker. Necəsən? Ağrımırsan. Sən mənə görə həyatı təhlükəyə atdın. Amma mən... Gündüz. Sən uşaqlarımın adasısan. Həyat yoldaşımsan. Bizim başımızın üstündə böyüksən. Mən doğru qərar verdim. Biz bu çətinlikdən bir yerdə çıxacağıq. Ən doğma insanlar kimi. Ailə kimi. Siz hələ keçməmisiniz içəri. Bu da onlara verərsiz, zəhmət olmasa. Bəs...
Fərid, yaxşıyam. Bir xahişim var. İndi görüşə bilərik? Oldu. Adam ne yaşayardı bir 2-3 ay burada. Ne deyik? Əminə, qızım, bəs bilinmir ki, nəyə görə öldürüb onu? Ay qızım, sən niyə danışmırsan? Sən heç o gülmə şəkərinin dərdini çəkmə. Nə olub ya Allaha şükür? Varı, pulu, malı, dövləti. İstəsə, villalarından birini satar, qutarar özünü. Dayı, sən aton kimi lütün biri deyir ki. Sonra yenə başladım başından böyük danışmağa. Nədir? Düz söz acı oldu. Dən getdim beynimi. Sənin çörəyin dizin üstündəymiş. Yaxşı görmə ha. Kişinin oğlu biraz pul xərcləyib bizim üçün. Eləməliydin də. Qonşunun kişisi gəlib bizim üçün eləməyəcək ki. Sənin başın xarab olub. Əminə qızım, dur sən aparaq. Burada tək qalma. Nəyi bə? Ev nədir? Elə mələk də onu istəyir. Ev zad yoxdur, əmri oturacaq burada. Həmid də əllə ayaqlı getsə, hər şey qalacaq mənim qızıma. Yanıb tökülürəm. O vaxt nətər bunlar Zaksa gedə bilmədilər. Ay qız, hara gedirsən? Mama, gedin də nə olar? Hə? Danışmaq istəmirəm. Tək də qalmayacağım. İndi Güləndam bebiylə Gülgəz gələcək. Məhəmmədi dişəm üçün həkimdən gətirirlər. Oldu. Gördün də, 2 dəqiqənin içində bizi satdı baldızına. Bir bizi qovmaq qalmışdı, onu da elədin. Çox sağ ol. Gəl düş qabağıma. Amma sənə ant verirəm, sən aton gör yolda deyinmə. Mən heç qızlarımdan yarımadım. Bəxtəvər yaryanların başına. Səsən nə var? Sağ ol, Orxan, yaxşıyam. Sən neyəsən? Sağ ol. Neymişsən? Hardan bildin buradayım, ha? Ay, çox olasan, Gündüz. Sən gərək xaricə qaçıb gedərdin ki, xəbərimiz olmasın. Belə şeylər sən indi deməyəcəksən, zahatsın deyəcəkdin. Allah, heç çox olasan. Necə sənə dinləyəm, nə var? Şükür, babatam. Yaxşıdır. Orxan, bayırda nə var belə? Bayırda da neysə, ne bayırda? Qulaq istəyirəm ki, özün özəsən. Nə bilmə, deyirlər bir günə. Yazacaqlar evə. Şükür, amma can qutarır da. Özümən bacıda hal ol ya, bunu heç kim eləməzdi. Ay Orxan, sən bilənləri mən də biləm. De görüm Həmiddən nə xəbər? Sən oradan bilsən? Səhra zatdı bura, burada Bakıdda. Adam öldürdüyüm boynunu alıp gün getmişdim yanına. Sabah parla izolyatıra. Ürəyim partlayırdı. Buradan çıxa bilsəydim. Sən öz sağlığa bax Gündüz. Mən buralardayım da. Nəsə olan kimi özüm sənə xəbər eləyəcəm. Mütləq. Da gizlədəsi nə var özün də bildin. Qulaq, nəsə lazımdır, bir şey lazımdır. Yox, Orxan. Elə özün gəlmirsən bəsdir. Nə lazım olsa özün bilsən də. Qulaq, mən bir alacaq işim var. Orxan, lazımdır elə, xahiş edirəm. Gündüz, sənin əlində imkan olsa durub dalımca qaçarsan bayra kimi. Amma beyin mən deyən olacaq. Yaxşı? Yaxşı. Özü yaxşı, bax. Bacıdan müğayət ol. Sağ ol, görüşərik. Oldu, sağ ol. Gündüz, kapıydı. Kim gelmişti? Orxan gəlmişdi. Güller o getirir. Ne geçen güller. Sağ olsun. Ve Həmid niye gelmiyor? Orxan eğer bilirse Həmid de bilir. Həmid.
Salam bacı. Salam. Evdə heç kim yoxdur. Nə istəyirdin? Elə burada danışaq. Demədim evdə heç kim yoxdur. Nə sözün var? Denə Həmidə çatdıraram. Həmid türmədədir, siz onu necə çatdıracaqsınız? Bir də ki, mənim işim Mələk xalayla da, evdədir. Yox, evdə yoxdur. Neyini sən Mələk xalan? Bir də ki, bilirsən ki, Həmid türmədədir. Bəs niyə yanında deyilsən? Bacım, mən də onun yanında olmalıydım. Axı, mənim heç bir günahım yoxdur. Sənə kim deyir ki, get türməyə düş? Mən başqa şeydən danışıram, İqbal. Mənəvi dəyaqdan. Bəs siz dostuydunuz? Bacım, mən həmişə Həmidə dost olmuşam, həmişə. Amma Həmid həmişə mənə yuxarıdan aşağı baxır. Bəs də İqbal. Buna görə gəlmişdin? Yox, ona görə gəlməmişdim. Bilirsiniz, bütün şirkət mənə qaldı. Bütün işlər, gördüyümüz işlər. Həmid türmədədir, Allah qapısını açsın. Amma sizin nəyəsə ehtiyacınız olsa, həmişə qulluğunuzda hazırım. Xeyr ola. Şirkət sənə niyə qalır ki? Bəs Həmidin hissəsi? Bir də ki, nə olsun ki, Həmid türmədədir? Evini ki tanıyırsan, gəlib qapını döyərdi. Deyərdim, bu da sizin payınız. Ha? Neysə, çıx get İqbal. Birinci, sənin köməyivə ehtiyacımız yoxdur. İkincisi də ki, şirkət heç vaxt sənin olmayacaq. Onu yadında saxla. Çıx get. Neysə. Deməli, köməyə ehtiyacınız yoxdur. Yox. Amma Həmidi bu tezliklə gözləməyin. Çıx get İqbal. Sağ olun. Çalış uzağa gedəsən ha. Heç laf. Xeyr, cənab general. İstintaqın gedişində heç bir mane olmayıb. Prokurorluqdan da ən təcrübəli mütəxəssislərdən birini göndəriblər. Bizdən müstəntiq Cabbarov. Cənab general, biz artıq işi tamam eləmişik. Bugün məhkəmə baxacaq işə. Biz artıq işi göndərmişik. Xoş sözlərə görə sağ olun, cənab general. Mən sizi başa düşürəm. Mən evdə atayım. Burada qanun keçiricisi. Bəli. Bugündür üçü. İndi gedirəm. Bir-iki vacib məsələ var. Onları həll edib gedirəm. Oldu. Baş üstə. Arxayın olun, cənab general. Sizə mütləq məlumat veriləcək. Sağ olun. Salam. Salam canım kapitan. Xəstənin yanına gələn olmayıb? Bir qadın gəlmişdir. Qadın? Bəli. Oldu. Salam cavan oğlan. Necəsən? Hı? Özünü necə hiss edirsən? Sağ ol, yaxşıyam biraz. Hə, bax. İndi sənin dediklərin bizə çox kömək eləyəcək. Ona görə də mən bir neçə detalı aydınlaşdırmalıyam. Danışa bilirsən də? Buyurun, amma mən nə bilirəm, hamısını demişəm də sizə. Hə, onda bu şəkillərə diqqətlə bax. Bax ki, bunların arasında səni qıcıqlandıran, sənə işgəncə verən kimsə var. Bax, bax, diqqətlə bax. Yox.
Amma buydu. Əvvəlcə mən qaçırdanlardan, sonra da zircəmdə döyənlərdən biri buydu. Səhv eləmirsən? Bax ha, bir balaca səhv eləməyin bizi başqa istiqamətə yönləndirə bilər. Yox, səhv eləmirəm. Əvvəlcə məni qaçırdılar, sonra bütün yol boyu mənim maşında başacağı apardılar. Amma bunun üzünü görə bildim. Bunun üzünü heç vaxt yadımdan çıxartmaram. Buydu. Bir də yadına sal görüm. Sən üçün bəlkə əhəmiyyətsiz olan, yaxud sənə maraqsız görünən xırda bir detalı xatırlayırsan. Hə? Yadına sal. Yox. Xatırlamam. Aydındır. Qorxma. Narahat olma, hər şey yaxşı olacaq. Özündə heç nədən qorxma. Həkimlər deyib ki, tez sağalacaqsan. Beləm. Möhkəm ol. Hə, yanıma gələn qadın kim olub? Hə, anam idi. Hə, ananız olub. Yaxşı. Yastığın yüngül olsun. Bir şey yadıma düşdü. O əclaflar tez-tez deyirdilər ki, şef bunu dizə qədər qovuşuna salar, içalatı qurğuşunla dolu olanda onda bilər ki, danışmamaq nədir. Belə deyirlər. Əminsən? Səhv eləmirsən ki? Yaxşı, möhkəm ol, tez sağal. Xəstənin yanına yaxınlarından başqa heç kəsi buraxmırsan. Oldu. Bir də ki, xəstəxananın güvənlik xidməti ilə əlaqəni kəsməyin. Başlayacağım, kapitan. Oldu? Oldu. Sağ ol. Yaxşı. Qurğuşun. Bilirsən, Həmidi sabah türməyə aparacaqlar. Elə, kaş rəis icazə verərdi ondan sabah görüşməyə. Türməyə yox, müvəqqəti təcridxanaya. İstintaq bitənə kimi orada qalacaq. Ora da elə türmədir də, ay Əhməd. Görəsən rəis yerindədir. Hə, yerindədir. Deyirəm, o da yəqin atadır. Məni başa düşər. İcazə verər Həmidlə görüşməyə. Hə, o da atadır. Allah balasını saxlasın. Mələk xala, rəis bir saatlığına gəlib. Çünki oğlu ilə məşğuldur. Daha doğrusu oğlunun yası ilə. Oğlu ölüb. Allah rəhmət eləsin. Yəqin cavan idi. Cavandır. Onsuz da biləcəksən, indidən deyim bil. Həmid öldürən oğlan rəisin oğludur. Ay Allah! O qıza o uşağı aldırmaq olmaz. O bir daha ana olmayacaq. Mən sizi qorxuzmaq istəmirəm. Siz kimsiz? Ben
Bu senin günahındır ki yok ama fasıllar getirmez ömrüm baharını neden? Yüreğim doludur sevgiden gözü doğanma İtirip gedirem kalbimin giriş açarını Yüreğim doludur sevgiden gözü doğanma Bu senin günahındır ki yanımda yok ama Yıllar geçse de kalbim başkasını seçse de Ben seni satmaram dünyanın en büyük varına Son karardan uzun yıllar geçse de O kalbin başkasını seçse de O sevgi kül olup küleyler soğulu bir de yok ama Bu senin sınavındır ki yok ama Bu yollar uzanır kimsesiz sahile taraf Körgende, dövrende dolaşan azgınlıq ama Dertlere eğilmez kapanmış ağrılara da Gölgende, dövrende dolaşan azgınlıq ama Bu senin günahındır ki yanında yok ama Yıllar geçse de kalbim başkasını seçse de Ben seni satmaram dünyanın en büyük varına Son karardan uzun yıllar geçse de O kalbin başkasını seçse de O sevgi kül olup küleyler soğulu bir de yok ama Başkasını seçse de Ben seni satmaram dünyanın en büyük varına Son karardan uzun yıllar geçse de O kalbin başkasını seçse de O sevgi kül olup küleyler soğulu bir